nəyəsə danışmaq zamanı deyil. Mənə çox adam suallar verir ki, Nadim bəy, siz bu hal-hazırdakı durumda nə görürsünüz? Nəyinsə deməyə ehtiyac yoxdur. Dediklərim dediyi vaxtilə. Zaten de indi politologlar danışır da, neftə görə belə olur, nə bilim, uranyuma görə belə vurur, basıb bağlayır da, sizin başınızı qatır. Növbəti baş verəcək dünyada hadisələri də hələ baş verdikcə çıxacaqlar, ortalığa danışacaq. Bu bizim siyasətçi var idi, Tural bəy Abbaslı. Və deyirdi, İran savaşı olmayacaq, o video var da, əgər silinməyibsə. Bu da bir tanınmış siyasətçilərdən biridir. Nəsə başladı. Bir çox siyasətçilər, bir çox adamlar deyir ki, İran savaşı olan deyil. Bu danışıqlar neçə illərdir gedir, Amerika, İran özləri dostdur. Yəni bu sözləri biz görmüşdük. İndi bunları o vaxtında deyən, doğru bugün çıxanlar, demə yenə də o vaxt qulaq asan adamlar suallar verir, yanıma gəlir, mən deyərəm. Prosta durum elə bir durumdur ki, bugün nəyinsə danışmağa ehtiyac yoxdur, qorxulu bir zamanı durumdur. Dərmanlar var, o ximikat dərmanları, hansı ki Avropada saytlarda yazın. Çünki o demək deyil ki, başına raket düşüb, bomba düşüb. Burada elə şey gözlənilmir. Azərbaycanda hər şey yaxşıdır, şükürdür. O demək deyil ki, o bomba gələk düşəsən. İranda partlayacaq olan gələcəkdə böyük silahlar İsraildə və belə Ukrayna, Rusiya ərazisində bu hava ilə bütün dünya, bütün Avropa, savaş olan yerlər savaşın təsiri altında. Savaş olmayanda həmən o partlanmış bombaların zəhərləri ilə artıq bunu deməyə ehtiyac yoxdur. Orada elə bir bombalar partladacaqlar ki, adı atom qoyacaq. Atom deyil, havanın, elə havadan udursan, həmən o havadan koronavirus vaxtında da deyirdim. Koronavirus insanların bir yoxladıcı bir testi idi. Yəni havadan aldığı bir virus, bir xəstəliklə insanları necə boğmaq, hansı dərəcədə statikada da havada o şeyə çox yaranmalıdır ki, nə deyirlər, doza insan artıq onu aldığından ciyərləri ora pussun, geçsin. O koronavirus həmən o yaradılmış bir insanların üstündə yaradılmış bir test idi ki, savaşlarda da savaş yaradaraq partladacaq olan atmosfer yönlü bombaların tərkibində həmən o koronavirusun 10 qat gücləndirən bir insanların bədəninə ximikat düşəcək şeylər. Mən demişdim vaxtıyla 14-13 il verələr. Mən də demişdim ki, Ronski'də, Simpsonlarda mən demirəm, mən demişdim, amma inanan yox idi. Nəysə, Allah sizə kömək olsun, nə deyim. Həmən şeylərə qarşı o dərmanlardan alan imkanı olan varsa alın, Allah uzaq eləsin, gələcəkdə lazım olacaq.